Salam əziz izləyicilər, əziz şagirdlər, xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan kvadrat köklər mövzusundan 63-cü sualın izahına baxacağıq. Biz burada demək bu ifadəni belə deyək, sadələşdirməyə çalışsaq, kök altda hər birini açsaq bunun sadələşdirsək görərsiniz ki, 11a plus 11 deməli b şəklində belə bir ifadə alınır. Buradan da biz 11'i ortaq vuruq kimi kənara çıxarsaq, qalacaq burada 11 vurulsun a plus b şəklində belə bir ifadə qalır. Tamam, bizə şərtdə deyir ki, bu iki rəqəmli ədədləri üçün bu ədədi rasional ədəd olarsa, rasional ədəd olması üçün deməli burada bir kvadrat yaranmalıdır ki, kökdən azad olsun, yəni irrasionallıqdan azad olunsun. Tamam, buradan da görünür ki, a plus b cəmi 11'ə bölünən ədəd olmalıdır. Təbii ki, a və b rəqəmlər olduğundan bunların cəmi 22 ola bilməyəcək. Yəni, burada a plus b cəmi üçün ancaq və ancaq nədir? 11 olmasını düşünə bilərik. Burada da demək belə deyək, tutaq ki, seçmə üsulundan həll eləsək, deməli 9, 2, yəni a-ya 9, b-yə 2, 8, 3, 7, 4, 6, 5, demək 5, 6, 4, 7, 3, 8 və 2, 9 şəklində qiymətlər vermək mümkündür. Yəni, cəmi 11 eləyən ancaq və ancaq bunlardır. Buradan da görünür ki, yəni, bu şərti ödəyən neçə dənə ədəd var? Yəni, AB şəklində 2 rəqəmli 8 dənə ədəd var. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənin, yorumları yazın. Çox sağ olun.